Bismillahirrahmanirrahim. Mən həyatımda çox şəxsiyyətlərlə rastlaşmışam, dövlət rəhbərlərini tanımışam, amma heç biri məni maraqlandırmıyor, düşündürmüyor. Təkcə Heydər Əliyev şəxsiyyəti məni onun haqqında düşünməyə vadar edir. 1992-ci il mayın 19-da Azərbaycan Ali Sovetinin sessiyası keçirildi. Sessiyada yeganə məsələ Ali Sovetə sədri seçmək idi. Respublika Ali Sovetinin sədri vəzifəsinin namizədliyini irəli sürək. Sessiya zamanı bir qrup deputat belə bir təşəbbüs irəli sürdü ki, biz çalışaq elə bir adam da alternativ olsun ki, təcrübəli, öz dünya səviyyəsinə görə tanınmış, siyasi dövlət xadimlərindən bir nəfərin tapaq. Gəlin bu vəzifəni eksperimentə döndərməyək, artıq Azərbaycan eksperiment nəticəsində dağılıbdır. Və mən də alternativ olaraq Heydər Əliyevin təklifini, namizədliyini irəli sürürəm. Xalq Cəbhəsinin nümayəndəsi ilə bərabər Heydər Əliyevin adını bülletenə daxil edilməsi tamamilə təbii bir işdir. Heydər Əliyev burada olmadığına baxmayaraq, biz onun namizədliyinin bülletenə salmağının haqqında fikrimizi söyləyək. Heydər Əlioğlu namizədliyi mütləq verilsin və səs verməyə qoyulsun. Lakin Xalq Cəbhəsinin nümayəndələri bu məsələni çox belə ağırlı qəbul etdilər. Səs-küy salmağa başladılar, lazımsız söz söhbətlərə başladılar. Ay yoldaş, qoy mən sözümü deyim, sonra təkrar eləyərsən. Bir dəfə mən səni kəsməmişəm sözünü, otur ginən xahiş eləyirəm. Hər vəclə çalışırlar ki, Heydər Əliyevin adı bülletenə daxil edilməsin. Bəzi deputat yoldaşlar belə fikir söylədilər ki, Heydər Əliyevin həsi olmamış, onun adını bülletenə salmaq etikadan qıraqdır. Deputatların çoxu təklif etdi ki, fasilə elan edilsin və mən hesab edirəm 10 dəqiqəlik tənəffüs elan eləmək olar. Telefonla onunla əlaqə saxlamaq olar və onun fikrini bu məsələyə bilmək olar. Buyurun, gedin Ziyad müəllimdən zəng edin. Ziyad müəllim. Mən gedirəm. Və Ali Sovetin sədrinin birinci müavini, iclasa sədrlik edən Ziyad Səmədzadə telefon danışıqları aparsın Heydər Əliyev işinə. Və tapşırıldı ki, Heydər Əliyevin fikrini öyrənsinlər və Ali Sovetə məruz etsinlər. Yalnız ondan sonra Heydər Əliyevin adının bülletenə daxil edilməsi məsələsi həll oluna bilər. Düzü bu çox çətin bir missiya idi, ağır bir missiya idi. Heydər Əliyevin şəxsiyyəti o qədər böyük idi ki, onunla danışmaq üçün mən elə liftə qalxana qədər bunları düşünürdüm. Həmkarlarım Arif Rəhimzadə, İldar İbrahimov mənimlə idilər. Və onlar Naxçıvanla əlaqə yaratmağa çalışdılar. Deməliyəm ki, Xalq Cəbhəsinin fəalları özlərini burada çox belə biabırçı, şantaj, hədə-qorxu göstərməyə başladılar. Hayatım təzyiq var idi çünki, yeni təzyiqsiz fikrimizi bildiririk. Orada o Xalq Cəbhəsinin nümayəndələri hətta qətiyyətlə bizi hədələyirdilər ki, bu Heydər Əliyev gəlsə, aeroportda biz qoymayacaq düşməyə, nəysə çoxlu belə təzyiqlər var idi. Özü bilməyi hamısını məsələ. Lakin doğrudan o heç kəs o anlamaq istədəmir, inandırmaz. Mən namizədliyini irəli sürmüşəm, mən amma ona vəkillik eləyə bilmərəm. Kabinetdə mənə təzyiq göstərdilər. Qan töküləcək, qan sənin üstündə qalacaq. Sən get, qayıt, demək, verdiyin təklifi geridir. Və mən həqiqətən ona zəng edəndə, Naxçıvanla əlaqə yaratmaq istəyəndə çox həyəcanlar keçirirdim. Hətta əlimdə ruçka ilə yazırdım ki, birinci nədən başlayım. Çox çətinlik idi. Siz fikir verirsiniz ki, mən orada sigaret də çəkirdim, amma mən heç otağımda sigaret çəkmirdim. Həyəcanlı idim və sigaret çəkirdim. 2 nolu versin, 2 nolu. 2 nolu verin. Ağzınızı danışın.
Bir dəqiqə vermirlər mənim, bir dəqiqə. Alo, Naxçıvan. Kimdir? Deyirəm, kimdir danışın? Abdullayev, sən 2-0-lı çağır, 3-0-lı zəh vur, Heydər Əliyevin evə zəh vur və yaxud da işə deşurmaya zəh vur, görüm haradadır. Bu əlaqəni yaratmaq mümkün olmadı. Rabitə kəsildi. Sonra dedilər ki, Heydər Əliyev yerində deyil. Və sonra ümumiyyətlə telefon kəsildi. Abdullayev. Və mən orada deyirəm ki, bəs nə oldu? İndi danışırdıq, nə oldu bu telefona ki, bu xat kəsildi? Naxçıvana kanal yoxdur. Və nə oldu, incə nə danışırdıq, nə oldu ki bu kanalı? Mən dəfələrlə telefon operatora deyirəm ki, çox xahiş edirəm. Çox vacib lazımdır. Vacib deyə təcili lazımdır. Bilirəm, burada sessiyanın icrası gedir. Sessiya fasilə elan edib, o ilə vacib bir məsələdə məsləhətləşmək istəyirdik. O günləri mən çox həyəcanla xatırlayıram. Çox çətinliklərə baxmayaraq bu əlaqəni yaratmaq mümkün olmadı. Necə? Alo. Birazdan Naxçıvanla telefon xətti qəsdən kəsildi. Heydər Əliyev Azərbaycanın yaşadığı o çətin şəraitdə qısa bir müddət ərzində bu möhtəşəm dövləti necə qurdu? Bu barədə Heydər Əliyevin öz fikirləri ilk dəfədir ki, sizə təqdim olunur. ...1990-cı ilin əvvəlləri, yəni ilk illəri Azərbaycan üçün, Azərbaycan xalq üçün çox ağır, çətin və faciəli illər olmuşdur. Heydər Əliyev Moskvada Kremldən uzaqlaşdırılandan sonra Bakıya qayıdır. Lakin Mütəllibov hökuməti onu Azərbaycan paytaxtını tərk etməyə məcbur edir. Beləcə Heydər Əliyev Naxçıvana üst tutur. Doğma yurt onu öz xilaskarı kimi qarşılayır. Naxçıvan o zaman ən çətin günlərini yaşayırdı. Bax, bu çətinliklərdə Azərbaycan rəhbərliyi Naxçıvana ərzaq köməkliyini belə eləmirdi. Təsəvvür edin, bir gündə 350 minə nəfər əhaliyə 90-100 ton un lazımıdır. Elə olurdu ki, bir ay müddətində cəmi 15 ton un göndərirdilər. Heç başqa ərzaq məhsullarından danışmağa belə gəlməz. Azərbaycan rəhbərləri Naxçıvana ərzaq məhsulları göndərmirdilər ki, Heydər Əliyevi cəmaat istəməsin, onu sıradan çıxartsın. 38 ton biz İğdirdən un gətirməli olduq Naxçıvana. Onu götürdük 6-7 rayona payladıq, hərəsinə 3 ton, 5 ton ki, o gecə insanlar acıyatmasınlar. Türkiyənin o zamanki baş naziri Süleyman Dəmirəl Heydər Əliyevi Türkiyəyə dəvət etdi və öz şəxsi təyyarəsini onun dalınca Naxçıvana göndərdi. Heydər Əliyevin o zaman Türkiyə səfəri, Süleyman Dəmirəllə orada görüşməsi, Kars müqaviləsinin yeniləşdirilməsi və s. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu qaldırmaq üçün, baxmayaraq ki, bu Naxçıvan miqyasında gedirdi, amma bütün Azərbaycan siyasətini demək, başdan-başa dəyişməsinə səbəb oldu və düzgün məcraya saldı Azərbaycan siyasətini. İzmirdə də Heydər Əliyevoğlunu yüksək səviyyəli insanlar qarşıladılar. Biz otduq maşına, artıq bir qədər yol getmişdik. Dedilər ki,
Turgut Özal Türkiyənin prezidenti Heydər Əliyevlə görüşmək istəyir. Biz gəldik, qalxdıq 7-ci mərtəbəyə, xeyli söhbətlər elədilər. Sonra üstündən bir ay keçmədi, İranın prezidenti Ağay Haşimi Rəfsanjani öz şəxsi təyyarəsini Naxçıvana göndərdi və Heydər Əliyev dəvət elədi İrana. İrana səfəri zamanı ali dini rəhbərlə, buna dövlət rəhbərləri ilə görüşlər keçirdi. Onu Heydər Əliyev kimi qarşılayırdılar. Onu Azərbaycan Respublikasının birinci adamı kimi qarşılayırdılar. Onun şəxsiyyəti, dünyada qazandığı nüfuz, onun beynəlxalq aləmdəki ümumbəşəri keyfiyyətləri və onun qazandığı bu sahədəki hörmət o zaman Naxçıvanın və bundan sonra da Azərbaycanın xilasına gətirib çıxardı. Bu kadar kalmalıdır, istirahat etmelidir. Başlangıçta ekonomik yardımda bulunduk. Yani ama bu yardım ödenmek üzere. Yani onun başarısı için hemen hemen her şeyi yaptık. Biz bu arada bir taraftan ticari münasebetlerimizi artırdık 90'lı yıllarda. Bir taraftan bu Karabağ meselesinin çözülmesi için yardımcı olmaya çalıştık. Ve Azerbaycan'a çok büyük Türkiye arka çıkmıştır. Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdi, yeni seçilmişdi. Clinton, Heydər Əliyev teleqramı hazırlayırdı. Təbrik teleqramı, andışma mərasiminə. Mən də öz-özlüyümdə fikirləşirdim ki, bu Clintona buradan teleqramla Naxçıvan Muxtar Respublikasından bu nə olan şeydi, amma utandığımdan heç də deyə bilmirdim. Bilirsiniz, andışma mərasimində Moskvadan televiziyada verdilər. Yeganə, deməli, keçmiş Sovetlər Birliyindən Heydər Əliyevin adını çəkdilər ki, Clintonu, deməli, prezident seçilməsi münasibəti ilə təbrik elədi. Hamımız məətəl qaldıq buna. Üstündən 2 gün keçdi, mənə dəvət elədi yanına, dedi ki, Amerika istəyir bura həm dərman göndərsin, həm də ki, ərzaq məhsulları göndərsin, ki, istəyirlər göndərsinlər Yerevana, Yerevandan bura gəlsin. Mən isə dedi, ona razılıq vermədim. Dedim ki, yox, Yerevana gələn ərzaq məhsulları bizə lazım deyil. Göndərə bilirsiniz, ancaq göndərin Naxçıvana. Üstündən 1 gün keçdi, böyük bir Boeing təyyarəsi gəldi, düşdü. İçində dərmanlar, yeməklər və mən də o vaxtları mənə təyin eləmişdi Ərzaq Komissiyasının sədri. Ərzaq Komissiyasının sədri kimin mənə dedi ki, özün bunları aparırsan və hərbilərdə bir-bir sərhəd bölgələrinə bunları paylayırsan. Üstündən 5 gün keçəndən sonra mənə dedi ki, Türkiyədən Amerika Birləşmiş Ştatlarından 16 maşın ərzaq məhsulları gəlir. Sən get qarşıla, gətirginən boşalt, sadəcə olaraq mənə ver kinənkini spisok görüm nə göndəriblər. 8 gün o maşınlar Naxçıvanda qaldı. Biz o maşınlardan bütün boşaltdıq, hamısı ərzaq məhsulları, bunun hamısı Heydər Əliyevə qoyulan böyük bir hörmət əlaməti idi. Sonradan biz Iğdır'ı vilayet yaptık. Iğdır vilayet olunca çok çabuk gelişti. Bir tarafta Iğdır, öbür tarafta Naxçıvan. 2 tane gerçekten Türkçe konuşan 2 şehir meydana geldi. Ve bu şehirler birbirine yardımcı olmaya devam etmektedir. 28 dərəcə şaxtadır. İşıq çəkənlərin hamısı türklərdir. Onlar düşürdülər stolbalardan, dirəklərdən aşağı. Əllərini tuturdular belə oda. Odda əllərini qızırırdılar, qalxırdılar yuxarıya. Bir dənə deyirdilər Heydər Əliyevin xatirinə biz bunu eləyirik. O, demək olar ki, 3 ildə görüləsi işi 4 ayda gördürdü və İğdirdən Naxçıvana işıq çəkdirdi. Heydər Əliyev Naxçıvanı saxladı. Naxçıvan son günlərdə çox ağır vəziyyətdədir. May ayının 18-dən Ermənistan tərəfindən Naxçıvana hərbi təcavüz olub. Bu təcavüz indiyə qədər davam edir və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi gecə-gündüz Naxçıvanın ərazisini qorumaq, düşmanın qabağını almaq, xalqımızın əmin-amanlığını təmin etməklə məşğuldur. Əsas o idi ki,
Keçmiş Sovetlər Birliyinin ordusu Azərbaycandan çıxanda bütün silah sursatını və texnikasını özü ilə aparmışdı. O vaxtki rəhbərlər düşməncəsinə buna razılıq vermiş və Azərbaycanı müharibə gedə-gedə silahsız, sursatsız və hərbi texnikasız qoymuşdu. Yeganə bir yer idi ki, Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikası, harada ki, oradakı diviziya çıxmamışdan öncə oranın komandanlığı o vaxt orada Ali Məclisin sədri olan Böyük Heydər Əliyevə müraciət etdi və Heydər Əliyev Naxçıvanda diviziyanın çıxanda onun silah və sursatının və hərbi texnikasının çıxarılmasının qarşısını aldı. Bununla da Naxçıvan işğaldan azad olundu. O vaxt Sədərəkdə düşmənlə qanlı döyüşlər gedirdi. Erzurumun xəstəxanasını deməli ki, boşaltmışdılar. Ancaq Sədərəkdə müharibədə iştirak eləyən yaralılar üçün. O gəldi ora. Salam aleyküm. Orada 80-dan yuxarı yaralı vardı. O yaralılar Heydər Əlizoğlu Əliyevi görəndə xəstəxanada mən sizi inandırıram ki, eləmiş ki, bu insanlara təzədəndən bir qüvvə verdim. Genç baksanız aslan gibi. Aslandır. Bu insanlar öz dərdlərini unutdular. Onu görən kimi hər şey yaddan çıxdı. Oradan gəldik Sədərəyə, atışma gedir. Mən yalvardım, dedim ki, Heydər Əsbura sizə durmaq olmaz. Burada atırlar, görürsünüz nələr baş verir. Amma o istədiyi qədər o insanların içində durdu. Ona görə ki, o insanlar bunu gördülər, ürəkləndirdilər. Əsir düşənlər olurdu ermənilərə. Axtarıram, bac, axtarıram. Azərbaycanın digər regionlarında bir də görürdünüz ki, atası, anası gəlirdilər, Heydər Əsbunları çox ürəklə qəbul edirdi. Narahat olmuyor, narahat olmuyor. Və ondan xahiş edirdilər ki, köməklə bizim evladımızı əsirlikdən buraxsınlar. Heydər Əliyev öz nüfuzuna arxalanaraq İsveçrədən Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrini Naxçıvana dəvət etdi. Qırmızı Xaç təşkilatı var. Dünən göndərmişəm onları Ermənistana. Gedib ermənilərlə görüşüblər. Bugün də göndərmişəm ora. Orada kim itkindir, kim bəlkə həlak olubdu orada. Onların hamısını aydınlaşdıram, bugün aydınlaşdıracağım. Narahat olmuyor. Narahat olmuyor. Hətta bir də mən şahid olmuşam. Heydər Əliyev o Petrosyanla danışdı. Zəncilandan tutulan insanlar vardı. Onların valideynləri gəlmişdi. Petrosyan doğrudan da həmin adamları azad etdi. Bir gün Hüseyin Cavidin anadan olmasının 110 illiyi 92-ci ilin oktyabr ayında və mən müraciət elədim ki, belə bir tarix yaxınlaşır. Siz edərək o zaman onun nəşini böyük qəhrəmanlıq göstərib uzaq Sibirdən gətirdiniz, Naxçıvanda dəfn olundu. Sizin sayənizdə 100 illiyi qeyd olundu Hüseyin Cavidin. Onun heykəlinin qoyulması haqqında qərar qəbul olundu Bakıda, Naxçıvanda. Dedi, dərhal bu vaxtda qərar qəbul olunmalıdır və biz bunu çətin şərait olsa da, ağır şərait olsa da biz Hüseyin Cavidin yubileyini qeyd etməliyik. Həqiqətən də belə oldu. Hüseyin Cavidin yubileyi Naxçıvanda qeyd olundu. Hüseyin Cavidin anadan olmasının 110 illiyini qeyd edildi. Bakıda Hüseyin Cavidin 110 illiyi qeyd olunmadı. Əsas götürərək ki, vəziyyət yaxşı deyil, hərcmərçlikdir, qarma-qarışıqlıqdır, yəni yubiley keçirməyin vaxtı deyil və s. Bu, amma Naxçıvanda bu yubiley keçirildi. Sizin hamınıza Cavid istədiyi kimi paçlıq, təmizlik, mənəviyyət arz edirəm. Hamınıza can sağlığı, saadət arz edirəm. Bu yubiley keçiriləndən bir gün sonra Naxçıvanda ixtişaş baş verdi. Mən Sədərəkdə idim, müharibə bölgəsində idim. Maşına zəng elədilər və dedilər ki, səni axtarırlar. Getdim yanına, gördüm ki, bəli, bir qədər narahatsızlıq keçirir, amma özünü büruzə vermir. Dedi ki, gəliblər bu cəbhəçilər, Daxillər Nazirliyini tutublar. Sən oraya gedib girmə. Get maşını o kənarda saxla. Bir gör orada vəziyyət nə tərdir. Bir bax gör necədir vəziyyət. Gəlib mənə deyərsən. Dedim başda Heydərəs. Getdim, doğrudan da maşını Böyük Bağ deyilən bizim orada parkımız var. Orada saxladım, amma bir qədər onun sözündən yaxşı mənada çıxdım belə ki, mən gəldim, girdim Daxillər Nazirliyinə və öz gözümlə gördüm ki, artıq hər şey bitibdir. Bir dənə də olsun Daxillər Nazirliyindən. İnsan orada yoxdur. Naziri və onun orada olan əməkdaşlarını demək olar ki, girov saxladılar.
Belə bir vəziyyətdə Naxçıvan əhalisi ayağa qalxdı. Naxçıvan əhalisi hər tərəfdən axışıb gəldi. 200 nəfər adam silahsız, sürsatsız girdilər Daxillər Nazirliyinə. Orada olan cəbhəçilərin hamısını atdılar eşiyə. Və onlar oradan telestudiya, haradasa 1 kilometrə yaxın yoldur, ayaqla, sürətlə getdilər telestudiya. Telestudiyada o insanların hamısını atdılar eşiyə. Televiziyanı və Daxili İşlər Nazirliyini işğal edəndə, onlara silahlı basqın edəndə mən Ali Məclisə gəldim və birbaşa Heydər Əliyevin kabinetinə daxil oldum və həyəcanlı və həddən artıq da gərgin bir vəziyyətlə rastlaşdım. Mən daxil olanda Heydər Əliyev o zaman Azərbaycan prezidenti Elçibay ilə telefondan danışırdı. O müraciət edirdi ki, Əbülfəz, buradakı bu vəziyyəti qiymətləndir, burada qan tökülə bilər. Cəmaət başa düşə bilmir ki, nə demək istəyirsiniz, nə eləmək istəyirsiniz. Siz adamlarınızı başa salın. Bu günləri belə bir şəraitdə, düşmən əhatəsində Naxçıvanın olduğu bir vəziyyətdə burada bu hadisələrə yol vermək, bu cür çevrilişlər eləməyə ehtiyac yoxdur. Və özü də mən xatirimdədir ki, mən daxil olanda deyir, 6-cı dəfədir mən sizə müraciət edirəm. O vaxtki Daxillər Naziri Naxçıvana gəlmək istədi, təyyarə ilə gəlib Naxçıvanda nəsə eləmək istədi. İnsanlar təyyarə meydanını tutdular, imkan vermədilər ki, təyyarə gəlsin, düşsün. İskəndər Həmidov bu günləri yenə dəstəni yığıb gəlib aeroporta. Sən özün görmürsən ki onu. Bəs nəyə gəlirdi bura? Yox, nəyə gəlirdi bura? Nəyə gəlirdi bura o dəstəsi ilə? Şimdi mən danışmayacağım, ondan bəsdir, qutardı. Mən prezidentə zəng eləyirəm, prezident yoxdur. Prezident orada, prezident burada. İsa Qəmbərova deyirəm, sənin yanında İskəndər Həmidov dedi ki, mən İsa Qəmbərovu tanımıram və tanımaq istəmirəm. Bu cür devlət ola. Və biz gecə yığışdıq, səhərə qədər hamımız Ali Məclisin qabağında yatdıq, Naxçıvan əhalisi və Heydər Əliyevi qoruduq. Çox cəsur adam idi, çox qorxmaz adam, heç nədən qorxmurdu. Və həmin hadisələrdə də bu silahlı adamların demək olar ki, baskını, ondan sonra onların hədə qorxuları, Bakıdan sədələr gəlirdi, xəbərlər gəlirdi ki, biz gələcəyik, bunu məhv eləyəcək, öldürəcək. Bunların hamısını o böyük soyuqqanlıqla qarşılayırdı. Və gözəl bir sözü var idi. Mən heç nədən qorxmuram. Bax, bu sözü dəfələrlə təkrar edir. Əlin yuxarı tuturdu. Mən bir göydəki Allahdan və bir də xalqın inamını itirməkdən qorxuram. 1992-ci il mayın 28-də 2 Boeing təyyarəsi Naxçıvanda yerə indi. Gələnlər Süleyman Dəmirəl başda olmaqla Türkiyənin 160-dan çox dövlət və iş adamı idi. Naxçıvandan otomobille 70 kilometredir Umut Köprüsü'nün bulunduğu yer. Oraya geldik, köprü yapılmıştı. Bu Azerbaycan'la Türkiye'nin Naxçıvan'da 8 kilometrelik bir hududu vardır. Bu hududu kullanarak Türkiye, Azerbaycan birbiriyle hudutdaş olmaktadır. Köprü ise çok büyük vazifeyi görmektedir. Heydər Əliyev Süleyman Dəmirəllə söhbətlərinin birində o həmin Həsrət Ümid Körpüsünün açılması zamanı bir millətin, iki dövləti ifadələrini işlətdi. Bu böyük bir dənə bir mesaj idi. İki dövlət arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişafına. Çok güzel bir gündü, köprüyü açtık. Mən o həmin hadisənin şahidi olmuşam ki, bu ümumxalq bir şənliyinə və xüsusilə də Naxçıvanın ümidsizlikdən qurtarmasına səbəb oldu və çox haqlı olaraq həmin körpünü də Ümid Körpüsü adlandırırlar. O körpü açılandan sonra Heydər Əliyevin xatirinə vizaları götürdülər. Bütün Naxçıvanlılar vizasız keçib Türkiyə gedə bilirdilər və orada gedib öz işlərini görürdülər, qayıdıb gəlirlər. Azərbaycanda akreditə olunmuş bütün səfirlər
Heydər Əliyevlə görüşməyə ehtiyac duyurdular. Bu görüşlərdə söhbət təkcə Naxçıvan barədə deyil, ümumiyyətlə Azərbaycandakı vəziyyətdən gedirdi. Xarici səfirlərin hamısı gəlib deyərdilər ki, Azərbaycan bu vəziyyətə düşüb və getdikcə ağırlaşacaq, çünki Azərbaycanda artıq qardaş qırğını başlanırdı. Mən sonralardan başa düşdüm ki, bu insan nə üçün 4-ə qədər, səhər saat 5-ə qədər oturub o soyuq kabinetlərdə işləyirdi. O bütün Azərbaycanın taleyi ilə məşğul olurdu. 93-cü ilin əvvəlində tam belə bir fikir formalaşmışdı ki, Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlməlidir, rəhbərlikdə yüksək vəzifə tutmalıdır. Bunu tək xalq yox, iqtidarda olanlar da anlamışdılar. Ancaq o vaxtki iqtidar bu məsələdə səmimi deyil idi. Onlar hesab edirlər ki, Heydər Əliyevin imkanlarından istifadə etsinlər, ölkədəki vəziyyəti düzəltsinlər, ancaq Heydər Əliyevə heç bir səlahiyyət verilməsin. Əlbəttə, bu qeyri-real bir məsələ idi və iqtidarda olan insanlar da başa düşürdülər ki, belə bir vəziyyətdə Heydər Əliyev heç bir şey eləyə bilməz. Və o vaxtda çox xarakterik bir fikir orada səslənmişdi. İqtidarın fəallarından biri demişdi ki, Heydər Əliyevə Azərbaycanda hətta kommunal təsərrüfatı naziri vəzifəsi də verilsə, qısa müddət ərzində bütün hakimiyyət onun ətrafında birləşəcəkdir. Azərbaycanın müstəqilliyinin təmin edilməsi bayrağı altında hakimiyyətə gələn qüvvələr 3 il ərzində keçmiş SSR vaxtında qəbul edilmiş konstitusiya əsasında fəaliyyət göstərirdilər. Düzdür, bu konstitusiya Ali Sovet tərəfindən, Ali Sovetin tərkibində yaranan xüsusi bir orqan tərəfindən müəyyən dəyişikliklər edilmişdir. Lakin çox təəssüflər olsun ki, o dəyişikliklər əsasən hakimiyyət bölgüsü ilə əlaqədarlı idi və səlahiyyətlərin bölgüsü ilə əlaqədar idi. Azərbaycan SSR-nin konstitusiyasının 7-ci fəsli qüvvədə qalmaqda idi və o fəslin əsas məhzi ondan ibarət idi ki, Azərbaycan SSR-nin tərkib bir hissəsi kimi təsbit edilirdi və bu hal da heç kimi düşündürmürdü. Baş tutmayacaq, bilin, tutmayacaq. Və belə bir şəraitdə Azərbaycanın rəhbərliyinə Heydər Əliyevin gəlməsi, Azərbaycanın müstəqilliyini qorumaq üçün, Azərbaycan dövlətinin yaşaması üçün yeganə çıxış yolu idi. Azərbaycan iqtisadiyyatında ağır vəziyyət yaranmışdı. İqtisadiyyat aşağı düşmüşdü. Kənd təsərrüfatı istehsalı üzrə tapşırıqları yerinə yetirilmirdi. Ölkənin aparıcı sahəsi olan neft-yanacaq sənayesində sözün əsl mənasında durğunluq halları güclənirdi. Maliyyə imkanlarımız gündən-günə aşağı düşürdü. Gündən-günə inflyasiya artırdı, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşırdı. Bütün bunlar bütövlükdə ölkədə iqtisadi islahatların aparılmasını, ölkədə yeni iqtisadi sistemin yaradılmasına keçməyi ön plana çəkirdi. Bizdə olan o vaxtlar avadanlıq, bizim böyük bir neft təsərrüfatımız demək olar ki, kapital qoyuluşu olmadığından dağılmışdır. Vaxtilə biz şərəf duyduğumuz və fəxr etdiyimiz neft daşları o vaxtları demək olardı ki, dağılmışdır. Vətən sərhəddən başlanırsa, dövlət də sərhəddən başlanır. Çox təəssüflər olsun ki, bu ifadəni ötən əsrin sonlarına, 90-cı illərin əvvəllərinə şamil etmək mümkün deyil. Ona görə ki, faktiki olaraq sərhəd qurumu Azərbaycan sərhəd mühafizəsi yox vəziyyətdə idi. Və bu şəraitdə sərhəd mühafizəsinin mövcudluğundan danışmaq belə mümkün deyil. Mərkəzi hökumət adı var idi, Lörpətana kimi də səlahiyyəti çatmırdı. Bir polkovnik cənubda, bir polkovnik qərbdə hərəsi özü üçün hakimiyyət qurmuşdu. Silahlı qüvvələr ayrı-ayrı siyasi qüvvələrin əlində idi. Talış-Buğan Respublikası yaradılanda böyük hərbi birləşmələr cəbhə bölgəsindən çıxıb cənub bölgəyə qondarma Respublikanın Müdafiə Nazirliyi və silahlı qüvvələri yaratmağa başladılar. Həmçinin şimalda da problemlərimiz var idi. Faktiki olaraq Azərbaycan dövlətçiliyi təhlükə qarşısındaydı. 93-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlamışdır. Azərbaycan parçalanmaq təhlükəsi də altındaydır. Artıq parçalanma başlamışdır və Azərbaycan bir tərəfdən Ermənistanın təcavüzü ilə əlaqədar
müharibə aparırdı. İkinci tərəfdən isə Azərbaycanın daxilində müharibə gedirdi. Bunlar hamısı təbiidir ki, Azərbaycanın vəziyyətini həddindən artıq ağırlaşdırılmışdır. 1993-cü ilin mayında Azərbaycanda vəziyyət həddindən artıq gərginləşdi. Xalqın səbr kasasını Gəncə hadisələri daşdırdı. Orada Sürət Hüseynovun qanunsuz silahlı dəstələri çoxudur. Onlar Gəncə şəhərini işğal etdilər və Gəncə şəhərinin ətrafında bir neçə rayonları nəzarət altına götürdülər. Qiyamçıların başçısı Sürət Hüseynov bəyan etmişdi ki, Bakıya çatan kimi Azadlıq meydanında Xalq Cəbhəsinin rəhbərlərini dar ağacından asacaq. Hökumət qoşunları qiyamçıları tərk-silah etmək üçün Gəncədə tufan əməliyyatı keçirdi. Həmin uğursuz əməliyyat nəticəsində xeyli insan tələf oldu. Bakıdan, Azərbaycanın digər rayonlarından çoxlu sayda ağsaqqal adamların, insan haqqında, el haqqında, vətən haqqında düşünən adamların dəstə-dəstə Naxçıvana gəlmələrinin şahidi olmuşdu və onlar ümid yerini Naxçıvanda görürdülər. Ölkənin xilasını Naxçıvanda görürdülər. Elə bir şərait yarandı ki, Azərbaycandan deməli prezidentin təyyarəsi gəldi Naxçıvanda, 3 gün durdu aeroportda, 3 gün ki, Heydər Əlizaoğlunu aparsın Bakıya, getməli. Axırısı, deməli, iyun ayının 8-də mənim yanımdan bir zəng oldu Əbülfəz Elçisi bəyə və dedilər ki, bəs Əbülfəz bəy, Heydər Əliyev Azərbaycana gəlmək istəmir. O da, bilirsiniz, VK telefonlar vardı. O VK telefonlarda həmişə səs çox bərk gəlirdi. Lab otağın hansı tərəfində dursaydım belə, sən o səsi eşidərdin. Əbülfəz Elçisi bəy də oradan dedi ki, onun ayağının altında qurban kəsirəm. Qardaş qırğını başlayır. Torpaqlar parçalanır. Bu insan da mənim yanımdan yenə də dedi ki, Heydər Əliyev Azərbaycana gəlmək istəmir. Eyni sözləri bir də təkrar elədi Əbülfəz Elçisi bəy ki, onun ayağının altında qurban kəsirəm. Qardaş qırğını başlayır, torpaqlar parçalanır, gəlsin Azərbaycana. 3 dəfə bunu dedi. Artıq işə özünü müdafiə instinkti düşmüşdü və Heydər Əliyev uzun danışmalardan sonra Bakıya dəvət olundu. Doğrudan da o vaxtki rəhbərlikdə idarəçilik səriştəsi zəka deyil, məhz özünü qoruma instinkti üstün gəldi. Biz danışmışdıq ki, müstəqilliyimiz olsun. Biz danışmışdıq ki, hərbi polis rejimi olmasın. Biz sizinlə danışmışdıq ki, ədalətli dövlət quraq, ədalətli cəmiyyət quraq. Bəlkə mən yalan danışıram, Əbülfəz bəy. Biz nə qurduq? Bax, biz nə qurduq? Gəncədən gələn vahimə onları bürümüşdü. Bu qiyamda dövlət əleyhinə qurulmuş bir oyundur. Əgər siz dövlət rəhbərlərinin bundan varsa, birbaşa Azərbaycan xalqı yıxmalıdır. Mən toyumdan, kim nə edirsə mən eləsin. Eləsin məni, amma mən tərtib etməyəcəm, işlər deyəcəm içərdə. Cəmaata qaldırma haqqındakı əmrlərin. Adamda vicdan olar. Əskər biri deyəcək, o düzdür, biri deyəcək, bu düzdür. Parçalanma gedəcək. Belə bir zamanda xalqın tələbi ilə 93-cü ilin iyun ayında mən Naxçıvandan Bakıya gəldim. Xalq fəlakətdən qurtulmanı Heydər Əliyevin gəlişində görürdü. İyun ayının 14-də Milli Məclisdə Heydər Əliyevin Milli Məclisə sədr seçilməsi məsələsi gündəliyə daxil edildi. Hörmətli mətbuat nümayəndələri. Heydər Əliyev Milli Məclisin həmin yığıncağında çıxış etdi və dedi: Azərbaycan Respublikasının əhalisinin cürbəcür təbəqələrindən olan adamların xahişi ilə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçi bəyin xahişi ilə Bakıya gəlmişəm və bu mürəkkəb vəziyyətdən, ağır vəziyyətdən çıxış yollarının axtarılması, milli barışıq, milli həmrəylik təmin olunması prosesinə qatılmışam. Heydər Əliyev dərhal qərar qəbul etdi. O elan etdi ki, bir neçə saatdan sonra Gəncəyə gedir, orada vəziyyəti öyrənəcək. Müxbirlər, televiziya, qəzet işçiləri də məndən getmək arzusu olsalar,
Ali Sovetin binasının ətrafına toplarsınlar, mən buradan yola düşəcəyim. Başqa kimin sözü varsa buyursun. Və Heydər Əliyev Gəncəyə yola düşdü. Mən də elə oldu ki, gəldim Milli Məclisə, gördüm ki, Heydər Əliyev cənabları orada yoxdur. Dedim, yəqin ki, də yoxdursa, mən orada qalmamın mənası yoxdur. Çıxdım Milli Məclisi qabağına, 2 nəfər adam mənim yolumdan tutdu. Dedi ki, bəs Şəmsəddin müəllim, buyurun. Mən elə bildim ki, tanıyırlar məni. Gətirdilər, oturdurdular bir Kuban avtobusuna. Çıxdım Kuban avtobusuna, gördüm ki, 12 nəfər avtomatlı adamlar oturubdu avtobusda. Bunların biri başladı ki, səni biz Heydər Əliyevlə bir yerdə bağlayacaq, ipə atacaq dənizə. Siz gəlmişsiniz bura, sizi bura kim dəvət edibdi? Mən də dedim, Heydər Əliyev bura xalq dəvət edibdi. Heydər Əliyev bura sizin prezident dəvət edibdi. Gətirdilər, saldılar xalq cəbhəsi yerləşən iqamətgaha, o da 26-lar rayonunun vaxtilə partiya komitəsinin podvalına. Qaranlıq bir yer idi. O qaranlıq yerdə biri arxadan bir şillə vurdu, biri təpi ilə bir təpi vurdu, biri ayağı ilə ayaqlarımı ayaqladı. Heç kəsi görə bilmirdim ki, mən də bir əlimin heç olmasa məni vuranda, mən də bir adama bir nəsə bir ya itəliyimmi, ya vurummu? Bu mümkün olmurdu. Çünki onlar məni görürdülər, onlar bilirdilər mən harada durmuşam və məni çox narahat elədilər, çox incitdilər. Ondan sonra şöbə müdürü düşdü aşağıya və dedi ki, narahat olmayın, sizə hörmətsizlik olmayacaq burada. Mən özüm də şahbuzdanam, burada şöbə müdürüyəm, qalxaq 3-cü mərtəbədə söhbət eləyək. Mən ona qayıtdım, bundan artıq nə eləyəcəksiniz, siz artıq məni döydürdünüz. Torpağı verə bilməmişsin. Yanmış ağacdır. Orası, demək bu atəşdən alıb. Heydər Əliyev Gəncədəki ağır vəziyyəti yüksək peşəkarlıq və təmkinlə araşdırıb, təcili Bakıya qayıtdı. İyun ayının 4-də və seçki keçirdi. Heydər Əliyev Milli Məclisin sədri seçildi. Azərbaycan dağılmış bir nöqtədən müstəqilliyi olmayan, müstəqilliyini faktiki olaraq itirmiş, millət olaraq parçalanmış, ölkə olaraq, dövlət olaraq parçalanmış bir vəziyyətdən Heydər Əliyev qısa bir zamanda bunu yığdı bir yerə. Xalq Cəbhəsinin hakimiyyəti illərində böyük bir profesional kadr özəyi daxili işlər orqanlarından uzaqlaşdırıldı. Onlardan biri də mən idim. Düzdür, mən uzaqlaşdırılmaq belə idi ki, məni yüksək vəzifədən çıxarmışdılar, amma nazirlikdə kadr aparatında bölmə rəisi vəzifəsində çalışırdım. Və 93-cü ilin iyul ayının 1-də idarə rəisi mənə dedi ki, Heydər Əliyev telefona çağırır. Mən doğrusu belə həyəcanlı bir anlıq həyəcan keçirdim və dedi ki, nazirin otağından siz onunla danışacaqsınız. Mən gəldim, o zaman Daxili İşlər Nazirinin vəzifəsini Rövşən Cavadov icra eləyirdi. Mənə dedi ki, buradan Heydər Əliyev sizinlə danışacaq. 1-2 dəqiqədən sonra telefonu qaldırdı və Ulu Öndər Heydər Əliyevlə ilk dəfə telefonda mənimlə Ulu Öndər Heydər Əliyev arasında bir danışıq oldu. Mənə dedi ki, Ramil, Naxçıvandan mən gələndən sonra orada vəziyyət bir qədər gərginləşibdir. Əgər siz ora geçsəniz, nazirlikdə vəziyyəti düzəldə bilərsiniz. Necə baxırsınız bu məsələyə? Dedim ki, mən sizin hər bir tapşırığınızı icra eləməyə hazıram. Oradakı yaşayan insanların cinayətkara qarşı, yəni mübarizədə onlara dəstək olmaq, köməklik göstərmək, bu işlərlə məşğul olmağa əsasən diqqət yetirdik. Həmçinin də müvafiq hərbi hissələrlə Naxçıvan Muxtar Respublikasının polis əməkdaşlarının yaxından iştirakı ilə Ermənistanın Naxçıvana olan və ola biləcək təcavüzünün qarşısını almaq üçün insanlar səfərbər oldu. Mən ora göndəriləndən təqribən 2-3 gün sonra Şərur rayon polis şöbəsində oldum, şəxsi heyətlə görüşdüm, qarşıda duran vəzifələri izah elədim. Naxçıvana qayıtdım, saat 2-də yatağıma uzandım. Elə mən Daxili İşlər Nazirliyinin, nazirin özünün o istirahət otağında orada qalırdım. Orada yatağıma uzandım. Bilmirəm, 15-20 dəqiqə olardı ki, bəlkə də o yataqda uzanıb artıq yuxuya keçmişdim. Birdən avtomat səsləri hiss elədim. Nazirliyin o biri tərəfində Böyük Bağ deyilən bir bağ var. Orada o istiqamətdən kabinetə doğru atəşlər gəlirdi. Naxçıvanda vəziyyət yenidən gərginləşirdi. Hər gün demək olar ki, gərgin günlər keçirdi. Birdən məlumat gəldi ki, artıq kütlə
Daxili İşlər Nazirliyinə doğru irəliləyir və məqsədləri Daxili İşlər Nazirliyini götürmək və naziri isə təyyarə ilə Bakıya yola salmaqdır, zorla. Əlbəttə, o qüvvələr gəldilər və çox cəhd elədilər ki, nazirliyi alsınlar. Daş, butulka, hər şey... Sonra bir neçə maşın oradan daş çıxarıldı. Onların hücumlarının qarşısı alındı. Həm polis çox ciddi müqavimət göstərdi, həmçinin də Heydər Əliyevi çox istəyən insanlar. Nehrəmdən, Cəhridən, Naxçıvanın özündən insanlar axışıb gəldi, hücumun qarşısını almaqda köməklik göstərdilər və asayiş bərpa olundu. Azərbaycan prezidenti o vaxtlar olan Əlpəz Elçi bəy öz vəzifəsini qoyub Bakıdan gizli olaraq qaçdığına görə xalq tərəfindən referendum elan olundu. Əlpəz Elçi bəyə etimad göstərilmək haqqında və ondan sonra 93-cü ilin oktyabr ayında mən Azərbaycana prezident seçildim. Heydər Əliyev Həzrətləri Moskvada işləyərkən həyat yoldaşı mərhum Zərifə xanım vəfat etdi və onu çox hörmətli bir yerdə mənim iştirakımla dəfn elədi. Və ikinci dəfə Heydər Əliyev Həzrətləri dövlət rəhbərliyinə gələndən sonra birinci addım ondan ibarət idi ki, o mənə müraciət elədi ki, dini tərəfdən əgər mən öz həyat yoldaşımı Azərbaycana gətirsəm, nə cür olar, din icazə verir ya yox. Mən dinin buna icazə verdiyini söylədim və sonradan biz onu o Moskvadan şəriət qanunlara uyğun olaraq Azərbaycana gətirdik və Azərbaycan torpağına tapşırdıq. Bəzi insanlar təsəvvür edirdilər ki, bu hələlik gəlir və bunu uzaqlaşdırmaq olar və çoxlarının fikirlərinə bu əyyanı bir sübut idi ki, Heydər Əliyev başqa rəhbərlər kimi gəlib gedənlərdən deyil. Bu insan Azərbaycanın həmişəlik tarixində qalacaq, Azərbaycan torpağına gəlib və həmişəlik ömrünün axırına qədər bu torpağa bağlıdır və buradan o heç yerə getməyəcək.